Hörmətli izləyicilərim, 14 apreldə 11-ci siniflərin buraxılış imtahanından ikinci sualın izahını vermək istəyirəm. Belə bir bərabərsizlik verilmişdir və bu bərabərsizliyin neçə mənfi tam həlli var? Baxın, mənfi tam həlli var. İlk öncə bərabərsizliyi həll edək. Bunu həll etmək istəyiriksə, onda dəyişənləri bir tərəfə yığaq, tam ədədləri isə bərabərsizliyin sağ tərəfinə yığaq. 3x çıxılsın 5x. 5x burada müsbətdir, bu sol tərəfə keçəndə olacaq mənfi 5x kiçikdir. Bu 5 burada işarəsi müsbətdir, sağ tərəfə keçəndə olacaq mənfi 5. Yəni 18 çıxılsın 5. 3x-dən 5x çıxanda eləyəcək mənfi 2x kiçikdir 13. Və bilirik ki, bərabərsizlikdə bu dəyişənin qarşısındakı əmsal mənfi olarsa, işarə əksinə dəyişəcək. Yəni kiçikdirsə olacaq böyükdür 13 bölünsün 2. Yəni bölünsün mənfi 2. O da alınır ki, x böyükdür mənfi 6 tam onda 5. Demək cavab olacaq mənfi 6 tam onda 5-dən müsbət sonsuzluğa qədər. Və bizdən soruşur ki, neçə mənfi tam həlli var? Onda mənfi 6 tam onda 5-dən müsbət ədədlərə qədər neçə mənfi ədəd var? Mənfi 6. Baxın, ədəd oxunu çəksək, mənfi 6 tam onda 5 burada yerləşir və buradan müsbət sonsuzluğa qədər bu qədər gedəcək. Onda mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1 və bunları saysaq 1, 2, 3, 4, 5, 6. 6 ədəd mənfi tam həlli var. Daha sonra keçək başqa bir suala. Bu sualda da deyir ki, əgər bu konusda BSO bucağı 30 dərəcə olarsa və təbii ki, bu konusun bir hissəsidir verilir. Bərabərdir 5 olarsa, konusun yan hissəsinin sahəsini tapın. Əgər radius burada 5-dirsə, baxın, bura 5 yazıram və BSO 30 dərəcə olarsa, bilirik ki, bu da 90 dərəcədir. Onda düzbucaqlı üçbucaqda 30 dərəcə bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Onda BS hipotenuzu neçə olacaq? 10. Və burada BS hipotenuzu konusun doğranıdır. Yəni konusda doğranı L ilə işarə edirik. Yəni BS bərabərdir L-ə. Və BS-ni neçə tapdıq? 10. Daha sonra bilirik ki, yan səthinin sahəsi düsturu pi R L ilə tapılır. Onda qiymətləri yerinə qoysaq, pi R 5, L isə 10. Onda olacaq sahə qiyməti 50 pi. Bu qədər. Yenə də digər sualları əldə etdikcə izah edib paylaşacağım. İzləməyə davam edin.